Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərim. Mən bu videonu məktəbəqədər təhsil ixtisasını bitirib MİQə və yaxud da ki, sertifikasiyaya hazırlaşanlar üçün dəstək amaclı çəkmişəm. İnşallah ki, işinizə yarayar və hər birinizə MİQdə və sertifikasiyada uğurlar arzulayıram. İlk mövzumuz məktəbəqədər təhsilin məqsəd, vəzifələri və məzmunu olacaq. Məktəbəqədər təhsilin məqsədi. Məktəbəqədər təhsil Azərbaycan Respublikasının fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil uşaqların milli, mənəvi və bəşəri dəyərlər ruhunda dövlət maraqları və Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilmiş ümumi təhsilə hazırlığını təmin edir. Məktəbəqədər təhsil zamanı burada uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şuurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Məktəbəqədər təhsilin vəzifələri. Hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsillə təmin olunması, təhsilin baza komponentləri əsasında sosiallaşma tələbatının yaradılması, özünə, ailəsinə, vətəninə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının və həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, fiziki, psixi və mənəvi sağlamlığının qorunmasının təmin edilməsi, uşaq şəxsiyyətinin formalaşdırılması, uşağın ehtiyaclarının müəyyən edilməsi və ona müvafiq xüsusi, inklüziv təhsil və əlaqədar xidmətlərin göstərilməsi, sosial-pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi. Məktəbəqədər təhsilin məzmunu. Müstəqillik, məsuliyyət və cavabdehlik, özünə inam və iradəlilik hissinin formalaşdırılması, təbiətə və insanlara həssas münasibətlə yanaşmaq, cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyətinin formalaşması, özünün və digərlərinin hüquqlarına hörmət etmək, sağlamlığının qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək, estetik dünya görüşü, nitq, təsvir və tərtibat bacarıqları. Məktəbəqədər təhsilin məzmununu hazırda sadaladığım didaktik prinsiplərin köməyi ilə müəyyənləşir. Bildiyimiz kimi 9 didaktik prinsipimiz var. Bunlardan ilki nəticə yönümlülük, təhsilin məzmununu əvvəlcədən müəyyən etmək. Yəni, açar sözləri isə bunlardır ki, dərsin planını əvvəlcədən müəyyən etmək, dərsin planını, icmalını əvvəlcədən hazırlamaq, dərsin məqsədini əvvəlcədən müəyyən etmək, dərsin məzmununu əvvəlcədən müəyyən etmək, təhsilin məzmununu əvvəlcədən müəyyən etmək, yaş səviyyəsinin sonunda nəticə əldə etmək. Yəni, harda əvvəlcədən sözü görsək, bunu bilməliyik ki, bu nəticə yönümlülük didaktik prinsipinə aiddir. İkinci didaktik prinsipimiz isə şəxsiyyət yönümlülükdür. Şəxsiyyət yönümlülük zəruri həyat bacarıqları, jest və mimikadan istifadə, psixomotor bacarıqları, idraki bacarıqlar, ünsiyyət tələbatı və s. Açar sözləri, yəni hər bir mövzunu açar sözlərlə yadımızda saxlasaq, bu bizim üçün daha çox faydalı olacaqdır. Ünsiyyət özünü ifadə etmək, ünsiyyət qurmaq, əməkdaşlıq qurmaq, nitq, ünsiyyət, psixomotor bacarıq, yapmaq, quraşdırmaq, tullanmaq, rollu oyunlar, hərəkət etmək, təqlidlər, milli bəşəri dəyərlər, muzeylər, əxlaqi söhbətlər, mədəni müxtəlifliyə hörmət, hüquqlara hörmət və s. Üçüncü didaktik prinsipimiz isə uşaq yönümlülük didaktik prinsipidir. Tədrisin uşaqların meyl və maraqlarına əsasən qurulması, uşaqların meyl və maraq tələbatının ödənilməsi, açar sözləri isə bunlardır. Seçim etmək, maraqlar və onlara uyğun oyunlar, yaş səviyyəsini nəzərə almaq, diaqnostik qiymətləndirmə, yaradıcı tapşırıqlar. Digər didaktik prinsipimiz isə inkişaf yönümlülükdür. İnkişaf yönümlülük idrak fəallığı, uşaq nailiyyətinin dəyərləndirilməsi və ya dəyərləndirilməməsi, bilik,
bacarıq və s. Açar sözləri isə bunlardır. Formativ və summativ qiymətləndirmə, nailiyyətlərin təhlili, qiymətləndirmə aparmaq. Yəni fikir verdinizmi ki, diaqnostik qiymətləndirmə uşaq yönümlülük didaktik prinsipinə aiddir. Formativ və summativ qiymətləndirmə isə inkişaf yönümlülüyə aiddir. Digər didaktik prinsipimiz isə tələb yönümlülükdür. Tələb yönümlülük yeni texnologiyadan istifadə bir sözlə dövrün tələblərinə uyğunlaşma deməkdir. Açar sözləri isə bunlardır. Yeni dövrlə ayaqlaşmaq, müasir texnologiyalarla dərs keçmək, dövrün tələblərini nəzərə almaq. Varislik, müəyyən olunmuş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlaması sadədən mürəkkəbə doğru. Yəni, əsas açar sözümüz bu olacaq, sadədən mürəkkəbə doğru. Deməli, yaşlar arasında mövzu seçərkən düzgün seçmək, yaş səviyyəsi və mövzu arasında əlaqə. Azərbaycançılıq didaktik prinsipi, uşaqların vətənpərvər ruhda tərbiyə olunması, fəal vətəndaş mövqeyinin formalaşması, bayraq, himn, gerb, dövlətçilik, Azərbaycançılıq və s. açar sözləridir. Dünyəvilik didaktik prinsipi, dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi olmama. İnteqrativlik didaktik prinsipinin deməli, açar sözləri həyatla əlaqələndirmək, inteqrasiya etmək, mövzuları əlaqələndirmək və s. Təlimin məzmun komponentlərinin əlaqələndirilməsi, tətbiq etmək, əlaqələndirmək və s.